Həlim olmaq, təvazökar olmaq. Bilirsiniz nə deməkdir? Nə zaman ki sənin həyatına çətinliklər gəlir, ağırlıq gəlir, bədbəxtçilik gəlir. Bütün bu şeylərə baxmayaraq, sən onları Allahdan gələrmiş kimi qəbul edirsən. Bəlkə də sənin yaxının sən onu eləyib. Sənin qardaşın sənə qarşı olub. Sənin bacın sənə pusqu qurub. Fərq etmir. Amma sən bunu Allahdan gələrmiş kimi qəbul edirsən. Və cavabı da Allahdan gözləyirsən. Ümidini Allaha dikirsən. Nə bəxtəvərdir o insan, hansı ki gözü Allahdadır. Mən demirəm, sən lənəti gözləyəsən qardaşına, bacıva qarşı. Sən onun cəzasını gözləyəsən bacıva qardaşına. Çünki bugünkü gündə də elə insanlara da rast gəlirik. Amma həlim təvazökar olmaq o deməkdir ki, sənin bir üzünə kimsə şillə vurursa, sən o birisi üzvü çevirirsən. Sənin bacın sənə qarşı hansı hərəkət edirsə, sən onu bağışlayırsan və yenə də sevməyə davam edirsən. İsa Məsih birbaşa hər birimizə deyir, kim özünü yüksəldərsə, o alçalacaq. Amma kim özünü aşağı tutacaqsa, o yüksələcək.